Təsəvvür edin ki, düz 90 dəqiqə meydanda qaçırsınız, rəqiblər toqquşursunuz, amma yəni beyninizdə ancaq bir rəqəm var. O da turnir cədvəlindəki xallardır. Bugün sizinlə Azərbaycan Premyer Liqasının 30-cu turunun çox dərin bir təhlilinə, yəni incələməsinə başlayırıq. Hə, xoş gördük. Yəni, əsas məsələ təkcə kimin qol vurması deyil. Çempionatın sonuna yaxınlaşdıqca komandaların necə, belə deyək, sağ qalma rejiminə keçməsidir. Tamamilə. Elə buna görə də ilk növbədə diqqətimizi Tofiq Pərhamov stadionunda keçirilən o mərkəzi matça yönəltməliyik. Yəni, Qarabağ və Turan Tovuz qarşılaşmasına. Baxın, bu cür gərgin oyunlar şahmatda tək bir gedişin bütün partiyanı həll etməsinə bənzəyir. Əla bəmzətmədir. Qarabağın o 2-1 hesablı qələbəsi var, o sadəcə sıradan 3 xal deyildi. Fikir verin, onlar xallarını 62-yə çatdırdılar və 56 xalı olan Turan Tovuzla aralarında düz 6 xallıq bir uçurum yaratdılar. Bu 6 xallıq fərq də eynilə rəqibin beyninə o qorxunu yeridir. Aha, və qərar vermə sürətlərini aşağı salır. Bu çox maraqlıdır, çünki mən elə gəlir ki, bu itki qorxusu bütün liqanı bürüyüb. Yəni təkcə liderləri yox, orta sıraları da. Məsələn, turun digər oyunlarına baxaq, Kəpəz Sumqayıtı 2-1 uddu. Bəli, İmişli də Araz Naxçıvanı 1-0, Zirə isə Qəbələni eyni hesabla məğlub etdi. Yəni hamısı minimal fərqlə bitib. Bax, mən də məhz bunu deyirəm. Hamısı minimal fərqdir. Komandalar topa sahib olmaq əvəzinə, belə deyək, tam qapanırlar. Sanki sıxılmış yay kimi, gözləyirlər ki, rəqib səhv eləsin. Amma burada, yəni mənim beynimi qarışdıran bir məqam var. Hansı məqamdır o? Sabah eyni turda Şamaxını 3-0 darmadağın etdi. Əgər hər kəs qapanmaqla nəticə qazanırsa, Sabah bu qatı müdafiəni necə bu qədər asan keçdi? Yəni cəsarətli hücum həqiqətən də bu turda daha çox işə yaradı, yoxsa Şamaxının taktikasında neysə səhv var idi? Düzü, burada çox incə bir taktiki fərq var. O biri oyunlarda gördüyümüz sadəcə statik müdafiə idi. Amma Sabah o müdafiə blokunu yarmaq üçün kor-korana irəli qaçmadı. Onlar cinah müdafiəçilərini mərkəzə çəkib, orada say üstünlüyü yaratdılar. Aha, yəni mərkəzi yüklədilər? Bəli, tam olaraq elə. Şamaxının müdafiə xətti cinahlara açılmağa məcbur olduqca, mərkəzdə xəttlər arası böyük boşluqlar yarandı. Yəni, Sabah bizə sübut etdi ki, əgər rəqib sürətlidirsə, bu əvvəlcə qapımızı qoruyaq yanaşması ən böyük zəifliyə çevrilir. Ehtiyatlılıq passivliyə keçəndə sadəcə məhv olursan. Çox gözəl izahdır. Deməli, ehtiyatlı olmaq heç də həmişə sığorta demək deyil. Və məncə biz bu ehtiyatlılıq amilinin pik nöqtəsini mayın 5-də görəcəyik. Yəni, tura yekun vuran o Karvan Yevmaq və Neftçi maçında. Hə, o oyun çox əledici olacaq. Düşünün, meydana çıxırsınız və liqadakı bütün rəqiblərinizin nəticələrini artıq bilirsiniz. Eynilə, bu mənə hərracda ən son qiymət oxuyan adam olmağı xatırladır. Rəqiblərin kartları açıqdır. Bu böyük üstünlüydü, amma eyni zamanda oyunçuların çiyinlərinə dəhşətli bir informasiya yükü qoyur, elə deyil. Bəli, və o informasiya yükü bəzər komandanın ayaqlarına ağır bir qandal olur. Təsəvvür edin ki, əsas rəqibinizin uduzduğunu bilərək oynayırsınız. Artıq sizin taktikanız sadəcə meydandakı 11 nəfərə qarşı deyil, o cədvəldəki reallığa qarşı qurulur. Yəni, komanda bəlkə də gərəksiz riskə gedəcək, ya da əksinə, qorxudan ümumiyyətlə hücum etməyəcək. Məlumat çoxluğu həqiqətən də instinktləri kütləşdirə bilir. Tamamilə razıyam. Futbolu bu qədər gözəl edən də elə budur. Meydandakı fiziki mübarizə psixologiyanın mürəkkəb bir testinə çevrilir. Tək bir turda həm qatı taktiki boğuşmaları, həm də Sabah kimi o blokları paramparça edən gedişləri görürük. Düzdür. Bu da bizi dərin təhlilimizin ən vacib sualına gətirib çıxarır. Əziz dinləyicilər, bütün bu sıx və minimal fərqli nəticələrdən sonra sizcə mövsüm sonunun o nəhəng xal təzyiqi komandaların fundamental fəlsəfəsini necə dəyişir? Yəni, meydandakı bu qapanmalar məşqçilərin dərin fəlsəfəsidir, yoxsa otaqdakı hava daraldıqca ortaya çıxan sadəcə sağ qalmaq instinkti? Futbol estetika üçün oynanılır, yoxsa qorxu ilə idarə olunur? Növbəti oyunları izləyərkən bu barədə mütləq düşünün. Dərin incələməmiz hələlik bu qədər.